Salam, bugünkü mövzumuz SSRİ-nin yenidən qurma siyasətinin iflasa uğraması və dövlət müstəqilliyimizin bərpa edilməsi. Deməli, ilk olaraq məlumat verək. Deməli, biz keçmişdik ki, 1969-cu ildən 1982-ci ilə qədər Heydər Əliyevin Azərbaycan Respublikasının, yəni 2-ci Respublikamızda, Azərbaycanın 2-ci Respublikası dönəmində Azərbaycanın birinci rəhbərlik dönəmidir. Çünki Heydər Əliyevin Azərbaycanın 2 dənə rəhbərlik dönəmi var. Birinci rəhbərlik dönəmi 1969-dan 82-ci ilə qədərdir. Həmin vaxt Azərbaycan SSR-nin və yaxud da deyə bilərik ki, Azərbaycanın 2-ci Respublikasının başçısı olubdu. Kommunist Bolşevik Partiyasının rəhbəri olubdu. Amma 2-ci rəhbərlik dönəmi 1993-cü ildən 2003-cü ilə qədər davam edibdi. Onlar haqqında zaten məlumat verəcəm. İndi gələk nə məsələsinə. 1982-ci ildən 1987-ci ilə qədərsə Heydər Əliyev deməli SSR-də gedib həmin vaxt SSR-nin Nazirlər Sovetinin birinci müavini vəzifəsində olubdu. Niyə 87-ci ilə gedib? Çünki 87-ci ildə ermənilərin Dağlıq Qarabağ məsələsinə fitnəkarlığı ilə bağlı Heydər Əliyev bunlara əks duranda, onların o fitnəkarlığına qarşı çıxanda Qorbaçov məcbur etmişdir və 87-ci ildə istefa vermişdir. Yaxşı, bunları qoyduq qırağa. 1983-cü ildə Bakı-Qrozno neft kəmərinin, Bakı-Qrozno neft kəməridir, artıq Sibirin o kükürtlü nefti emal üçün Bakıya axışmağa başlayıbdı. Bakı-Qrozno neft kəmərinə bağlı oldu 1983-cü il. 1982-ci ildə bir məsələni də vurğulayım. Deməli, 1982-ci ildə həmçinin SSR-də Brejnev vəfat edir. Brejnev vəfat edir. Ondan sonra SSR-də 82-85-ci ildə bir neçə şəxs idarə edir. Sizin kitabınızda vermədiyinə görə əlavə məlumat verib, belə deyək də, doldurmaq istəmirəm. 82-85-ci ildə Brejnevdən sonra Andropovda, Çernikovda nəsə dedim. Bunlar idarə edir. Daha sonra 85-ci ildə hakimiyyətə gələcək. 1985-ci ildə Qorbaçov. Qorbaçov kim olur? SSR-nin rəhbəri. SSR-nin rəhbərləri Vladimir İliç Lenin 22-24, sonra 24-dən 53-ə qədər Stalin olubdur. 53-cü ildən deməli 64-cü ilə qədər Xruşov olubdu, 64-dən 82-yə qədər Brejnev olubdu. 82-85-də dedim digər şəxslər gəlir, kitabımızda olmayan məlumatlar. 85-ci ildən 91-ci ilə qədərsə Qorbaçov gəlmişdir. Qorbaçovun dönəmində 1985-ci ildə hakimiyyətə gəlir və o deyir ki, mən sürətləndirmə, aşkarlıq və demokratiya prinsipi irəli sürürəm. Bunlardan ibarət yenidən qurma siyasəti yerinə yetirir. Sürətləndirmə nədir? Məsələn, deyir ki, zavodları daha sürətlə açacağam, aşkarlıq, yəni hər şeyi cəmiyyətin gözü qabağında eləyəcəm. Yəni hər kəs məlum olacaq ki, nə qədər əslində məhsul alırlar, verirlər. Demokratikləşmə. SSR bilirsiniz ki, totalitar dövlətdir. Avtoritar, totalitar nə deməkdir? Yəni dövlət ora nəzarət edir. SSR elə bir dövlət idi. Sərt nizam, intizamlı və nəzarəti güclü olan bir dövlət olub. Sən eləncə bir dövlətlə demokratiyadan danışa bilməzsən. Əgər demokratiya prinsipi versən, nə edəcək cəmaət? Milli münaqişə ocaqları başlayacaq. Milli münaqişələr başlayacaq. Xalq hərəkatları başlayacaq. Çünki azadlıq istəyəcəklər. 15 dənə respublikanı birləşdiribsən sərt şəkildə. Sən bir bazı demokratikləşmə verən kimi, təbii ki, bu iflasa gətirib çıxardacaq. Sonra Qorbaçov deyirdi ki, mənim əsas siyasətimdə hakimiyyətin bölünmə prinsipi önəmli olacaq. Dediyimiz kimi, yəni bir sözlə demokratikləşməyə çalışırdı. Bu da onun SSR-ni əslində gətirdi, belə deyək də, geriləmə və dağılma dönəminə gətirib çıxartdı Qorbaçovun siyasəti. Qorbaçovun dönəmində 1985-ci ildə Azərbaycanda alkoqolizmə qarşı mübarizə də var. Alkoqolizmə qarşı mübarizə nədir? Çünki Azərbaycanda həmin vaxt, yəni 80-ci illərdə xüsusilə deməli üzümçülükdür, şərabçılıqdır, bunlar sürətlə inkişaf edir və iqtisadiyyatı inkişaf edirdi. Bu da SSR-də başlılar alkoqolizmə qarşı mübarizə aparırlar. Yəni o üzüm tənəkələri falan hamısını ləğv edirlər ki, qoy inkişaf eləməsin, Azərbaycanda iqtisadi inkişaf eləməsin. Nə zaman olub? 85-ci ildə. Baxın, deməli Heydər Əliyev, bir də bu hissəni ümumiləşdirirəm. Heydər Əliyev 2-ci Respublikaya birinci rəhbərlik dönəmi 1969-82-dir. 82-dən 87-yə qədər gedib SSR-də Nazirlər Sovetinin rəhbəri olubdu. 87-ci ildə niyə hakimiyyətdən gedib? Qorbaçovun, belə deyək, məcburiyyəti qarşısında məcbur edib ki, istefa versin və o da istefa verib. Heydər Əliyev həmin vaxt 87-ci ildə istefa vermişdir və 1987-ci ildə bir dənə də hadisəmiz var. Qorbaçovun aşkarlıq və demokratikləşmə xəttini irəli sürür ki, artıq mən aşkarlıq və demokratiya xəttinə biz başladıq. Bu 87-dir, həm də 87 Heydər Əliyevin SSR Nazirlər Sovetindən getməsi dönəmidir. Sonra 83-cü il Bakı-Qrozno neft kəməridir dedim. 85 isə bunların konsepsiyalarıdır və alkoqolizmə qarşı mübarizədir. 1986-cı ildə yenə iki dənə hadisəmiz var. Dərin Dəniz Özülləri zavodudur.
Dəniz Özülləri Zavodu, elə belə də deyə bilərsiniz, Özülləri Zavodu. Bir də 1986-cı ildə Yevlax-Balakən Yevlax-Balakən dəmir yoludur. Dəmir yolu bu artıq Tiflisə qoşulmaq, Tiflis dəmir yoluna, belə deyək, xəttinə qoşulmağının əsas hissəsidir. Yaxşı, 85-də ikilənən hadisə öyrəndik. Alkoqolizmə qarşı mübarizə və Qorbacovun sürətləndirmə. 86 Dəniz Özülləri Zavodu və Yevlax-Balakən dəmir yoludur. 82-də Brejnevin hakimiyyətə getməsi, Heydər Əliyevin SSR-də Nazirlər Sovetinin hakimiyyətə gəlməsidir. 83 dedik və s. İndi görək digər hadisələr. Bu ümumiyyətlə mövzu ancaq illərlə öyrənilməsi bir mövzudur. Ona görə dedikcə siz də onları qeyd edin. İndi bir yazaq 1988-dən başlayaq qeyd eləməyə. 1988. Görə 1988-ci ildə hansı hadisələr oldu? 1. Deməli, Azərbaycanlıların deportasiyası. İlk olaraq hardan başladılar? Qafan və Mehri rayonundan. Qafan Mehri rayonundan ilk deportasiya başladı. Bunlar hara gəldilər? Bakı şəhərinə və Sumqayıt şəhərinə gəldilər. Təxminən yanvar ayında olub hadisə. Bu artıq insanların, yəni Azərbaycanlıların ikinci deportasiyası adlanır. Bəs birinci deportasiyası nə vaxt olubdur? 1948-52. Bu birinci deportasiyadır. 88-dən 91-ə qədər isə ikinci deportasiya dönəmidir. Yanvarda başladı. İkincisi Ermənistanda, eyni zamanda Xankəndində, yəni bunlar hamısı yanvar ayıdır, çıxışlar oldu. Nə deyirlər o çıxışlarda? Yəni ermənilər oradan türkləri qovmağa çalışırdılar, böyük Ermənistan yaratmağa, nə bilim dənizdən dənizə Ermənistan yaratmağa çalışırdılar. Üçüncüsü, fevral ayında Bakıda ilk çıxışlar başlayır. Bizdə və fevral ayının 19-undadır. Fevral ayının 28-də isə Sumqayıt hadisələridir. Bu nə məsələdir? Sumqayıt hadisələri. Deməli, burada 32 nəfər öldürülür. Erməni Qriqoryan, Paşa ləqəbli. İzah edəcəm, Paşa ləqəbli. Bu kimdir? Deməli, bunlar deportasiya edirlər Azərbaycanlıları. İndi bunlar beynəlxalq şəraitdə təbii ki, qınaq obyekti olacaq ki, siz niyə o Azərbaycanlıları öz vətənlərindən, yəni belə deyək də çıxarırsınız oradan. Bunu da pərdələmək üçün deyirlər ki, ermənilər, Azərbaycanlılar bizi qırır, biz ona görə onları çıxarırıq. Adına qoyurlar Sumqayıt hadisələri. Deməli, orada Paşa ləqəbli erməni Qriqoryan başlayır, özü ermənidir, erməniləri öldürməyə. Və adını qoyur ki, bizə Azərbaycanlılar belə soyqırma məruz qoyublar. Ona görə biz bunları deportasiya elədik. Başa düşdünüz? Yəni buna bir geyim geyindirirlər də, don geyindirirlər, yalançı bir don geyindirirlər, belə desək. Fevralın 28-də həmin bu hadisədir, Sumqayıt hadisələri. Yaxşı, fevralında dedik və 5-ci may ayında nə olur? Qorbacov baxır ki, vəziyyət qarışıqdır, güya, əslində vəziyyətin hamısından xəbərdardır ha. Güya ki, deyir ki, yox, burada Azərbaycan Kommunist Bolşevik Partiyasının rəhbərləri var axı, keçmişdik bunları. Bunların rəhbərini dəyişdirək. Həmin vaxtda Azərbaycanda rəhbər Kamran Bağırov idi. Kamran Bağırovun da dönəmi 82-88-dir. Kamran Bağırovu 88-ci ilin mayında hakimiyyətdən atır, hakimiyyətə gətirir Əbdülrəhim Bəy Vəzirov. Bu da ki, Azərbaycan dilini belə bilməyən, Azərbaycanın o fikirlərindən bixəbər olan bir şəxsə gətiriblər, rəhbər qoyublar. Əbdülrəhim Bəy Vəzirov. Bunu bilirsiniz də, 20 yanvar faciəsində biz buna dırnaqarası təşəkkürlərimizi bildirmişik. Bax, həmin bu şəxs olubdur hakimiyyətdə. Kommunist Bolşevik Partiyasının rəhbəridir Əbdülrəhim Bəy Vəzirov. May ayında da bu gəlir hakimiyyətə. Yaxşı, və sonuncu olaraq noyabr ayında Şuşanın Topxana meşəsi var və bu meşəni ermənilər qırırlar. Məqsədləri yeni tikililər düzəltmək idi. Buna görə də xalq artıq Lenin meydanında ayağa qalxır və biz buna deyirik 17 noyabr Dirsəliş günü. Dirsəliş günü kimi sonradan, yəni belə deyək də qeyd olunacaq 17 noyabr Dirsəliş günü. Noyabrın 17-dən başlayır, xalq artıq meydanlarda olur və dekabrında bu meydan hərəkatı dayandırılır. Bakıda, Naxçıvanda, bir də Gəncədə komendant saatı elan olunur. 88-də bilməli olduğunuz məsələlər bunlardan ibarətdir. Deməli, ikinci deportasiya başlanır 88-ci ilin yanvarında, 91-ci ilin avqustun 8-də bitir. Sonuncu kənd Nüvədi kəndidir. Və bu kənd ümumi deportasiya nəticəsində 230 min nəfəri
öz yurt yuvalarından didərgin salmışlar. Bax, bu ermənilər. Yazılan 88-də bilməli olduğunuz məsələlər bunlardır. Keçək 89-cu ilə. Görək 89-da nələr olub. Videomuza baxın. Yaxşı, 1989. Görək 89-cu ildə hansı hadisələr olub. Yaxşı, həmin hadisələr oldu, bitdi. İndi burada qarma-qarşılıq düşüb. Məsələ nədir? Dağlıq Qarabağ Muxtar Vilayəti var idi, düzdürmü? 1923-cü ildə yaranmışdı. Dağlıq Qarabağ Muxtar Vilayətində yaradılır, yəni Dağlıq Qarabağda belə deyək də, yaradılır XİK. XİK nədir? Xüsusi İdarə Komissiyası. Bu o deməkdir ki, artıq Azərbaycanlılar orada idarəçilik edə bilməyəcəklər. Yəni xüsusi bir idarəçilik yaradılır. Xüsusi İdarə Komissiyası nə vaxt yaranır? 1989-cu ilin yanvarında yaranır. Nə vaxta qədər mövcud olub? Noyabra qədər bu XİK mövcud olubdur. Rəhbəri isə Volyskidir. Bu Dağlıq Qarabağ XİK-in rəhbəri oldu kim? Volyskidir. SSR tərəfindən birbaşa göndərilmiş şəxsdir. Yaxşı, bu yaranır. Bunlar başlayır hansı işləri görməyə? Həmin bu XİK-də belə deyək. Yayında, Xankəndində yaşayan Azərbaycanlıları zorla neyinir? Çıxarır. Nə vaxt? Yay ayında. Yaxşı, gəldik ikinci məsələ. Yanvar-noyabrı dedik. Dağlıq Qarabağ məsələsi. İyul ayında bunlara belə deyək də, bu SSR-nin bu siyasətinə qarşı, ermənilərin bu fitnəkarlığına qarşı Xalq Azadlıq Hərəkatının rəhbərlik etmək üçün bir Azərbaycan Xalq Cəbhəsi adlı bir partiya yaranır. AXZ deyirik biz buna. Bunun da rəhbəri Əbülfəz Elçibəydir. Nə vaxt yaranıb? 89-cu ilin iyul ayında. Sonra üçüncüsü nə hadisəsi olur? Deməli, dekabr ayının 30-da Gəncənin adı bərpa olunur. Gəncə adı 1930-cu illərdə Kirovabad adlı olmuşdu. Deməli, testə düşsə ki, Azərbaycan Xalq Cəbhəsi ilə, üzr istəyirəm, Azərbaycan Xalq Cümhuriyyəti ilə İkinci Respublikanın ortaq xüsusiyyəti nədir? Deyə bilərsiniz ki, Gəncənin adının bərpa olması. Onda Yelizavetpol idi, oldu Gəncə. İndi də Kirovabad idi, oldu Gəncə. Yəni Gəncə adı dekabrın 30-da bərpa olunubdu. Və dekabr ayının 31-i biz hansı həmrəylik günü qeyd edirik. Bu nədir? Bu Sovet-İran sərhədi var və yaxud da deyək ki, Naxçıvanın Araz sayından deyək də. Bu sərhədlərin açılmasıdır. Yəni artıq Cənubi Azərbaycanla Şimali Azərbaycanlıların görüşməsidir. Ona görə biz bunu həmrəylik günü kimi olaraq qeyd edirik. Dekabrın 31-i. Yaxşı. Və bir də burada yaranır alternativ seçkilər və ən əsası sentyabr ayının 23-ü, bunu xüsusilə yadınızda saxlayırsınız. Suverenlik haqqında konstitusiya qanunudur. Bax, akt demirəm, q deyirəm. Konstitusiya qanunu deyirəm. Alternativ seçki nə deməkdir? Bu SSR-də tətbiq olunur. SSR artıq